Başka bir Hingyu diye bir model adıdır. K50 dedim, mən qanım qaraldıydı. BYD hesab elin Jigulilər var idi. Bir köpüklü maşın deyildi. Yox, BYD demə, BYD'nin mən... Yaxşı, siz niyə onda bir vayda almadınız, cil aldınız? Beyli, bu nə deyə 80 dənə şey qoyublar, mən xoşum gəlmir bunlarda. Ay kişi, xoşun gəlmir, bağlı, işlənmə. Yalan deyir, bu bütün tələsi. Evir eləyim ki, bunlar avtomobili satanda görünə verirlər. Mən bu maşını ona değişmərəm. Onun nəyi bundan üstündür mənə düşür. Mən gedim onu alım da. Maşını alır, plug-in hibriddir. Heç bilmir ki, orada hansı hibriddir. Hibridlər özü fərqlidir. Ziyan yoxdur, depallardır. Hamısı ardıcıl hibrid. Mən vəbşə onlara yaxın getmərəm. Bizimki çoxsu başa düşmür, alıb elə bilmir nədir. Bir də söz deyəcəm, açıq deyim, mən bu maşından çox razıyım. Mən gözləntimi üstələdi. Taxometr ortalama neçə olur? Taxometr var ki. Siz bəsdir bu Kitay maşınlarını tənqid edir. Bilirsiniz necədir? İlin maşını olub 2023-cü ildə. Qarışqa fili tərpətmək üçün nə edə bilərdi? Bizə o elə maşınlar gəlir ki, Çinin özünün xəbəri yoxdur belə maşınlardan. Mənə məsələn bir üçlü desəniz, bəli, mən cilin ora daxil edərəm. O Destroy'da içindən geçən baha olar, sən buradan alsan. Hə, Peki buradan götürək aparaq, Çində satar. Biraz nə olacaq? Bizdən çox soruşduğunuz bir Geely modeli ilə başladıq ki, Geely Manjaro haqqında rəy verin. Əvvəla onu deyim ki, bu Volqadır və yaxud Volqa budur. Bu Volqa K50'dir, birincisi onu deyim. Yəni Volqa K50 yazsaz birə-bir bu maşını görəcəksiniz. Ruslar o Volkswagen platformasını oğradılar, götürdülər. Üstündə də Çinlilərlə işlədilər ki, gəlin bunun için siz doldurun. Yəni beləliklə Manjaro oldu, Volqa K50 orada, o da var. Amma Çinlilərdən Manjaro soruşanda Çinlilər özləri Manjaro'nu tanımırlar. Çünki onların daxili bazarında bu başqa bir Hingyu deyə bir model adıdır. Eksport adı onun Manjaro'dur, bəli. Və biz 5 ildir bu modeli tanıyırıq. Bu biraz artıq restyle olunandır və sürücümüzün Talib bəyin kifayət qədər texniki anlayışı var. Ona görə də burada məndən daha çox o danışacaq. Çünki həm biləndir, həm də əsas məsələ odur ki, Talib bəy bunu araşdırıb alıb və bizim üçün də çox yaxşı bir nümunədir ki, bilən adam danışsın. Xoş gördük. Xoş gördük, xoş gördük. Xeyirli olsun. Sağ ol, çox sağ ol. Xeyirli deyəndə artıq 6 aydan çoxdur məndə. 7 aydır. 6-7 ay. Hə də, demək elə hələ yenidir. K50 dedim, mənim qanım qaraldıydı. Bilmirdiniz onu? Yox, bilirdim. Amma da indi yanımda deyəndə səsə dəyişirəm. Mən ona görə ona qəsdən deyirəm ki, qoy bilsinlər əslində. Doğrudan çox qəribədir. K50 deyəndə ki, bu K50 deyil Manjaro olur. Əslində Manjaro'dur. Prosta K50 böyürdən qoşulub da. K50 birə-bir budur ya. Yəni fikir vermisiniz. Birə-bir yəni eyni şeydir. Onlara sual verdilər ki, siz nə fərqləri var o ilə? Dedi ki, onun dedi su çəni hansı ki sulayır 1 litr çoxdur. Bir də biri Rus suyudur, biri Çin suyudur. Biri də bilməm nəsə bir xırda şey dedi. Ya bu ilə də bunlar yenilik eləyirlər. Bəli. Təqdimatda bunu önə verdilər ki, radiator, nə bilim, şəlalə effekti falan. İndi onlar aydındır. Bunun o Distronic rejimi, park radarı falan bu əla. Bunlarda deməli fərq necədir? Mən bunlarda deməli var benzin versiyası. Rusiyada adətən benzin versiyası alırlar. Onlar ki hibrid almırlar. Və onların deməli benzin versiyasında bəzi məsəl üçün yeniliklər olub. 26-cı ilin modelində başqadır. Amma hibrid versiyasının hibrid HEV yəni ki plug-in olmayan versiyasının son modeli budur. Amma məsəl üçün onlarda var PHEV plug-in olan. Plug-inlə olanlar. O heç açıq deyim burada yoxdur. Sadəcə olaraq mən rus abzor necə deyirlər Azərbaycan dilində? Abzor deyə yaxşı. İncələmə deyək də, hə, bizdə belə. Rusların incələmələrində o hardakı blogerlər qoyurlar. Orada onları kimsə alıb gətirib və o incələmələrdə görmüşəm. Onların ümumiyyətlə görünüşü tamam başqa cürədir. Qabaq setkası tamam, amma salonu eynidir. Yəni fərq var onlarda eləncə. Hə, biraz o eksterior fərqi ola bilər, amma burada məsələn əsas məqamlardan biri, indi Talih müəllim deyir ki, sən Çin maşınlarını tez-tez pisləyirsən falan. Deyirəm ki, pisləmək deyil. Sadəcə o xoşuma gəlməyən məqamlarını deyirəm. Misal üçün biz də Atlas Pro aldıq evə. Xoşuma gəlməyən 2 məqamdır. Biri odur ki, servisindən razıyam, nə yalan deyim. Yəni burada Geely Bakı mərkəzində, məsələn o avtomobil 60-70 mində, hər 10 mindən bir gedir. Qiymətindən, xidmətindən çox razıyam. Həqiqətən halal olsun, yaxşı işləyirlər. Amma qlobalda ki, bu Çinlilər oyun oynayırlar, bu adamı qıcıqlandırır. Məsəl üçün nə oyun? Misal üçün, mən həmin avtomobili, 49500 olan avtomobili 39500 idi olar. Atlas Pro Full idi bizdə. 49500 onu biz alanda. Biz onu aldıq, belə deyək də, xüsusi endirimlə 44500-ə, xüsusi endirimlə.
Üstündən 2-3 ay keçdi. Sizin almağımız artıq reklamdır da, ona görə düşməlidirlər. Yo, amma onda bahalaşsın da. Üstündən 3-4 ay keçdi, yeni versiya baxdım ki 42 minə, 43 minə. Ondan da yaxşı. Deyirəm qardaş, bu olmadı da. Yəni sən mənə 3 silindri satırsan, sonra 4 silindri gətirirsən daha yaxşı şərtlərlə və daha aşağı qiymətlə. Amma at gücündə fərq olmadı axı 4 silindr. Amma nə qədər olmasa o silindr söhbətindən qaçanlar oldu ki, 3-dür. Vibrasiya məsələsində ola bilər. Səs var. Məsələn, indi bunun Kənan yaxınlaşaq, bu daxili yanma mühərrikin səsində burada yoxdur o. Məsələn, bu indi o bəlkə də biraz da təkmilləşmişdi. Bu Volvo mühərrikidir. Bu SMI platforması var. Bəli, bəli. Bu həmin platforma. Məsələn, deyirlər ki, bu Volvo mühərrikidir. Yox. Bu Volvo mühərriki. Amma elə deyirlər. Volvo istehsal eləmir. Sadəcə olaraq həmin mühərrikləri Volvo da yığır, həmin mühərrikləri Çində də yığırlar. Amma artıq o Geely'nin mühərrikləridir. Hə, artıq Geely'nin özünün Bilirsiniz necədir? Bu mühərrik məsələsi biraz qəliz məsələdir. Bu maşının dizaynını dəyişə bilərsən, hər şey elə. Amma mühərrikdə bir balaca dəyişiklik eləyəndə onun effektini görmək üçün illər lazımdır. Elədir. O sürülür, onun resursu zadı. Elə tutmsa qorxuram mənim belə. O da tok vurmaz. Bağlayasan, birdən deyər, əlim qalmaz. Bir də məsələ, əsas məsələ, bax indi bu hibridin əlaməti var da, bunun inverteri var, rəngi var. Bu bildiyimiz hibriddir, yəni bu bateriyası var. Onları da hibrid adı ilə satdılar, amma o yalan hibrid. Hibrid dördə, ona deyirlər mild hibrid. Unikal hibrid, məkki hibrid deyirlər. Yumşaq hibrid. O ümumiyyətlə o hibrid təkərləri fırlatmaq üçün deyil. Sadəcə olaraq mühərrikin gücünü artırmaq. Bəli, texnikidir. Bilirsiniz də gömrük artıq onu ləğv elədi. Yəni gömrük artıq o avtomobilləri hibrid kimi qəbul eləmir. Olsa indi heç birini qəbul eləmir ki. Yox, hətta onu, yəni normalda hibridə güzəşt olanda da belə son vaxtlar artıq onu yığışdırdılar ki, bu hibrid deyil. Əlbəttə onun tullantısı da elə adi benzin mühərrik kimidir. Yanacağı da eyni qədər pul verirsən. Environmentə deyilə bir balaca xeyli var. Cüzi də indi onu nə qədər hiss eləyəcəyik ki biz, amma əsas nədir? Sürücü yanacağa yenə o pulu verir. Hə, start əsas odur, yəni o texniki məsələdir. Amma bunun məsəl üçün bunlarda necədir? Bəli. Bunlarda 2 dənə elektrik mühərriki yanıb, bir dənə daxili yanma mühərriki və DHT transmissiyadır. Bunlarda deməli bir elektrik mühərriki ancaq işləyir mühərriki işə salmaq üçün. İkincisi isə mühərriki işə salmaq və bir də charge eləmək üçün onu işləyir. İkincisi isə artıq hərəkət eləmək üçün, hərəkətdə çaplara qoşulmaqdır, paralel mühərriklə işləməkdə ikincisi işləyir. Bunlar məsəl üçün DHT transmissiyası 3 pilləri DHT transmissiyası. DHT ən yaxşılardan sayılır yeri gəlmişkən. Ən yaxşılardan sayılır. Amma məsəl üçün mən özüm maraqlanmışam. Mən bunu SVT, Toyota'nın SVT. Düzdür, Kitay maşınlarında, Çanqanda da SVT. Prius'da da SVT-də Planetar. Yox, o Toyota'nındır da. Planetardır o. SVT ilə müqayisəsini mən çox maraqlanmışam. Müqayisə nədən ibarət? Əgər dözümlülüyünə qalırsa, uzun ömürlüyünə qalırsa, SVT superdir. Yəni ona çatan korobka yoxdur. Transmissiya yoxdur. Əslində qalanda transmissiya deyil. Bir dənə şeydir, planetarkadır. Planetarkadır, bəli. İşləyir. Ona görə planetar deyirlər. Başqa bir məsələ var da. Bunların fərqi ondadır ki, bunun dinamikası, bunun benzin sərfiyyatında, bu ekonomiya, sonra maşını yüksək sürətdə sürürsən, səs var, korobkanın səsi. Onda var, bunda yoxdur olar. Yəni ki, dinamika cəhətdən bu üstün sayılır, hər tərəfli. Elədir. Yəni götürəndə bu elə bir yenilikdir də. Yəni yeniliyi bəzi adamlar burada deyir. Ona dedicated deyir. Siz də elə, mən burada öz verilişlərimizdə deyirsiniz ki, dözümlü olsun, dözümlü olsun. Yaxşı, dözümlü nə qədər olmur? Onda aramız bir dənə at ərəbəsi alaq. Bilək ki, bunun xərci də azdır, dözümlülüyü də yüksəkdir. Sürək onu da. Yox, mənə çox təsir edir. Yeniliyə qəbul eləməliyik. Yox, qəbul edirəm. Amma siz o sürücünün başında çatdamamalıdır. Yəni eksperimenti bizim üstümüzdə aparırlar. Bir də əsas məsələ qiymətin çox belə aqressiv şəkildə enməsidir. Yəni maşını alırsan, sabah görürsən ki, o maşının dəyəri yoxdur. Mənə ən çox o yer edir. Mən məsəl üçün açıq deyəcəm. Bu maşını bəlkə 3 ildən sonra, 4 ildən sonra satsam, qiyməti düşəcək aşağı. Nəyə görə? Amma o maşın var ya orada BYD ya. BYD-nin qiyməti düşməyəcək. Düşəcək. BYD hesab edin, Jigulilər var idi. Bir köpüklü maşın deyildi ki, düzdür. İndi siz BYD tələflərdiniz yoxsa istədiniz? Yox, BYD deməm. BYD-nin mən doğrudan çox böyük hörmətim var o maşına. Açıqdır. Mən Jigulidən danışıram. Bəli. Amma yenə də likvidnessli var idi da. Nəyə görə var idi? Çünki avtomobil çox idi. Bəli. Ehtiyat hissələri çox idi. Təmirini hamı bacarırdı.
Və ona görə də onun likvidnosti var. Alternativ də yox idi axı. Tökülmüş də olsa alacağam, gəlib yığdıracağım. Orası elədir. İndi BYD-ni götürəm. BYD çox yaxşı maşındır. Mən İmlə Destroy'u nəzərdə tuturam və o birilər də BYD burada o qədər çoxdur ki, onun burada ölüxanası var, ehtiyat hissələri var. Məhz o Destroyer. O Destroyer. Bəli. O da sonra Çanqan Q05 var. O da 0507. Hər bir şeyi varsa burada, onun niyə likvidnosti aşağı düşməli? Yaxşı, siz niyə onda BYD almadınız, Cil aldınız? Mən prosta bu biraz prestijnidir də belə. Ona görə həm də ki, nə bilim, ya o bu birinci görünüşü xoşuma gəlirdi. Dizaynı gözəldir. Avropadır, yəni dizayn üçün deyil. Rusiya blogerləri demiş ki, deyirlər Cil ayrıdır, Çin maşınları ayrıdır. Amma bilmirəm, indi siz madam ki, Rus blogerlərinə çox baxırsınız, çırpım yoxsa yüngül örtüm? Belə elə. Madam ki, Rus blogerlərinə çox baxırsınız, bəzi Cil modellərinin gördünüzmü Rusiyada o şaxtalarda donması, açılmaması? Hə, o var. Bax ki, Rusiyada nəyə görə, hələ ilk öncə nəyə görə onlar hibriddən qaçırlar? Çünki hibrid onlarda 25-30 dərəcədə, hələ mən Moskvanı zat tuturam, o biri tərəflərdə. O dərəcələrdə artıq batareyanın dözümü də azalır, hər şey azalır və onlara sərf eləmir. Yəni ki, o ekonomiyanı onlar hiss eləmirlər. Bu bir. İkincisi, o söz düdüz qalmışdı ki, multimediyanın da işləmək temperaturu var da. Onlar onu kitab üçün buraxırlar. Demirlər ki, Sibirdə sürür. Ona görə də onlarda o sərf eləmir. Onlar ancaq benzin alırlar. Hansı ki, bunların benzin versiyası var. Onlar deməli iki şeydir. 2 mühərrikdir, sırf benzin olan. 2 litrdir, sırf benzinlə işləyir. 238 at gücüdür. Bunlar güya 295-dir, nəsə mənim için inanmağım gəlmir. Yox, dinamikası gözəldir. Yox, dinamikası... Dizayn da gözəldir, interyeri də gözəldir, ondan danışacağıq. Şeydir, 238 at gücüdür. Özdə onlarda bir söz deyim sizə, Aysin 8 pilləri Aysin korobka deyəm. Yəni Aysin də qabağında ancaq bir dənə ZF8 deyəm. Bəli. Dünyada bu ikisi də baş-başa gələ bilər. Yəni ki, təsəvvür edin ki, artıq bütün avtomobillər keçiblər variatora və robot korobkalar, məsəl üçün götürək, Bak konsernin o nədir o? Porsche? Yox, onların adı nə? DQ 200, 250, 300 məndən 500 də var məsəl üçün. Çünki bu saat ən yaxşıları onlar sayılır. Bəzi adamlar bəyənmir, amma çünki maraqlanmırlar, bilmirlər. Yəni o korobkaların ümumiyyətlə soruşanda deyirlər, bizim ustaların başı çıxmırdı, deyirlər ki, çətindir məndən. Əslində isə heç nə yoxdur. Sadəcə olaraq daha 11-12-ci illərdə vaqın buraxdığı şeylərdə, transmissiyalarda problemlər, nə problem idi? Mexatron problemi idi. Mexatronik nə idi? Bayırdan açdılar, çıxartdılar mexatroniki. Amma 2000 pul istəyirdilər də. Ya, indi elə deyil. O vaxt elə idi. O vaxt yox idi, ona görə elə idi. Yenə də həmin söhbətə gəldi, nə qədər çox olsa. Hə, əlbəttə bilin, mən də ondan bir şey deyirəm ki, hansı çoxdursa. Bir də ki, orada defekt var idi. Mexatronikin çatlamasında onun aşağıda çaşqası var, nazik idi. Sonradan onu dəyişəndə götürürlər, onu qalın qoyur. Əslində mexatroniki dəyişmirdilər, sadəcə olaraq bir dənə o hissəni dəyişirdilər. Bəli. Dəyişirdilər, sonradan artıq mexatronik sıradan çıxmırdı. Bir də ki, o stipleni deyirlər də mufta. Muftadakı mexaniki korobkalar kimi də müəyyən ömrü var. Rasxodnikdə də 150 min, 160 min gedəndən sonra dəyişməli. Dəyişməlisən, bəli. Buna yəqin 95 tökərsiniz. Hə, 95. Volkswagen-i bəyənmirlər. Nəyə görə? Çünki Volkswagen ucuz satılır. İmkanı ona çatan adam alır, başa düşmür ki, onun rasxodlarda bu Alman maşınıdır. Əlbəttə. İndi gəlin oturaq salona. Mən sizin salon haqqında fikirləriniz də mənə maraqlıdır. Adətən sürücü özü sükan arxasında oturur, amma nəsə qorxursunuz oturmağa sükan arxasında. Heç qorxuram. Bəli, Mancaronun salonu ilə bağlı təbii ki, rəylər yaxşı olacaq, aydın məsələdə. Amma indi yenə də məsələn,
Talih müəllim mənə dedi ki, bəs sənin əvvəlki maşınlarda olan bəzi tənqidlərin mənə xoşuma gəlməyib. Mənə də bu xoşuma gəldi və dedim ki, qoy elə Talih müəllim əsaslandırar burada, biz də onu eşidərik. Məsələn, bu mənə yeni gəldi. Bunu mən açığı... Bu 22-ci ilin modellərində yox idi. Bunlarda birbaşa idi. Bu bildiyimiz günəşlik qoyublar. Güya bu günəşlik qoyublar, amma istənilən halda niyə xoşuma gəlmir? Mənim şəxsən xoşuma gəlmir. Çünki məsələn biz bəzən bunu örtməli oluruq, amma həm də bizim tam mənzərəmizi bağlayır. Günəşin qarşısını alır, amma istənilən halda vurur da. Biri var, təsəvvür edin ki, bu tam bu materialdan olsaydı, siz ümumiyyətlə heç nə görməyəcəydiniz. Bu sizə yenə də imkan yaradır ki, belə qoy, yenə də baxa bilirsən. Görürsünüz, sizin xoşunuza gəlir, mənim xoşuma gəlir. Onu mən bəyəndim. Yəni hərçənd ki, bunun güzgüsü də var ha. Elə bilərsiniz ki, güzgü yoxdur, var. Burada da var. Ha, yəni ikisinin güzgüsü də var. O əlavədir, bu əlavədir. İşığı da var. Bunu bəyəndim, bu əla. Bunlar ümumiyyətlə full və digərləri varmı? Məsələn, bu bilinir ki, bu full versiyadır. Full versiyadır. Yəni hibridin Azərbaycanda olan full versiya. Amma bundan sonra çıxan modellər var. Onlarda dəyişikliklər var. Məsəl üçün nədir? Bunun arxa oturacaqları tənzimlənir də. Burada mexaniki tənzimləmədir, o spinkanı. Bəli. Mexaniki tənzimləmədir, amma yeni gələn modellərdə düymə ilə də basırsan. Lilərdə olduğu kimi də. Hə, o da bir balaca gedir belə. Amma yenə də əhəmiyyət kəsb eləyir. Hə, qiymətdə də fərq edir təbii ki. Sonra bir şey var. Burada görürsüz, onlarda burada sərnişin oturacaqlarının tənzimlənməsi burada da var. Yəni yaxşı şeydir, hərdən sizə əli oru uzatmayasan da. Hə, buradan elə birbaşa tənzimləyə bilirsən. Buradan birbaşa eləyirsən. Bunun da o nappa dəri falan belə sizdə fərq edir. Yox, inanmıram, nappa ola bilməz bu. Lidə belə təqdim edilər ki, hə, yox, li nappadır. Elə dedilər. Yox, mən bilirəm, li nappadır. Amma sonra bizim Vüqar usta dedi ki, bizim bu çıxıl ustaları bütün gün linin şeyinə məşğuldurlar, o nappa zad deyir. Bəlkə modellərin nasıl olaraq bilmirəm. Yəni o söhbətlər də başladı getməyə. Yaxşı, məsələn sizi bir peşəkar sürücü, mən sizi peşəkar sürücü kimi icazənizlə təqdim edeyim. Çünki maşallah həm texniki olaraq sahəniz də bura uyğundur, həm də bir neçə avtomobiliniz var. Ona görə də yəni siz bunu təsadüfən almamısınız. Məsələn sizi bu monitor qane eləyirmi? Bu monitor qane eləyir. Nəyə görə? Fərqini deyim də. İndiki bu inkişaf dövründə əsasən hamısında touchscreen monitorlardır da. Bəli. Amma mən açıq deyim, bu seçim də eləyəndə xoşlamıram belə iri monitorlar və ya çıxıntılı yəni. Çıxıntılı monitorlar. Mən elə bilirəm, işdə də kompüterdə otururam qabağında, burada da elə belə onun qabağında oturmuşam. Bir də ki, əsasən də düymələrin olmaması bu çox böyük problemdir. Burada mənim xoşuma gələn də əsas düymələr hansılar ki, kondisioneri yandırmaq, söndürmək, avto, mən nə bilim, bu sonra bu dal pəncərənin qızdırılması, arxaya. Bunlar var. Gələn qalan məsələlər də görürsüz ki, sükanda bunların hamısı var. Siz monitora demək olar ki, müraciət eləməyə də bilərsiniz. Yox, bəzi məsələlərdə bilmirəm. Məsəl üçün burada xoşuma gəlmir ki, telefon da olsaydı burada götürməyi yaxşı. Burada yoxdur. Telefon zəng eləyəndə gəlib buradan götürəsən. Bəs burada olan bu adətən olur orada. Burada bilirsiniz necədir? Bu oxşuyur axı ona. Bu. Yox, indi deyəcəm də sizə də. Bu nədir? Mən məsəl üçün bunu servisdən aldım. İndi servis haqqında danışmağım biraz yox, bizim formatımız belədir, Talib müəllim. Onların deməli, mən artıq getdim onlara, şikayət elədim ona görə. Çünki onlar deyirdilər ki, bunun deməli proşivka, nədir? Proqram təminatı tərcüməsi rus dilinə kitayda yazılır, yəni manufaktur özü yazır, verir zat falan bizim dükan. Mən bura gələn ki, maşını götürdüm, artıq onda gördüm ki, yox, orada yazılmayıb. Çünki tam o proqram təminatı ki, bunlar qoyublar, o tam bunu əks eləmir. Bunun lazım olan funksiyaları tam əks eləmir. Heç fərqi yox idi, İngilis dilində olsun və yaxud. Yetə ki, Çin dilində olmasın. Çin dilini bilməm də, mən də 62 yaşında Çin dilini öyrənəsi də öyrənməyəm. Amma bəzi adamlar var. Öyrəşib şəkillərlə elə şəkillərlə. Bu ikinci monitor tam Çindir, mən belə başa düşürəm. Yox, bu heç nə deyil, bu çıxır. Amma mən başa düşmürəm. Tərcümə olunmayan şeylərdir. Bunlar amma məsələn mən indi burada monitordan istifadəyə başlasam, deyim fərqləri nədədir? Burada deməli siz gördüyünüz bu düymələr var. Bu qalosavoyda səs danışmaq. Danışa bilirsinizmi? İşləmir, yox. İşləmir. Çünki demək ki o funksiya yoxdur. Məsəl üçün mən bilirəm Rusiyanın saytlarında görmüşəm. Orada deməli GMC proqram təminatı var. Orada onu qoşanda hər bir şeyi işləyir. Yox, burada deyirlər bu işləyir, amma Çin dilində işləyir, elə deyirlər. Yox, işləmir.
Yoxlamadım. Vazca işləmir. CC paraşivkanı tərcümə başqa paraşivka qoymusansa, onlar yoxdur. Hə, çünki biz keçən dəfə Əlövsət Ustanın maşınında mən onu deyəndə şərhlərdə yazdılar ki, sən düz demirsən, o səsli götürür. O şeydir. Canqandır, o başqadır. Master account burada yaza bilmirsən master account. O da olmur. Səbəbi də nədir? Mən orada dedim, orada mənə başa saldılar ki, ümumiyyətlə onlar bu hibrid avtomobilləri eksporta satmırlar. Bəli. Hibrid avtomobilləri ancaq özləri üçün buraxırlar. Və bizdə də özünüz bildiyiniz kimi cəmaət ancaq hibrid alır, heç kim artıq benzin, dizel almır. Ona görə də onların satışı əlbəttə getməyəcək də, qalacaq orada benzin avtomobil kim alacağım ki, hibrid alacaq. Ona görə də onlar məcburdur, onlarla danışıb evlər, onlar da onlara deyiblər ki, götürün bu modeli, paraşivkanı hansını yazırsınız yazın. Çin nömrəsi taxırlar, oradan master account falan. Onlar ki, burada həmin o paraşivka, bir dənə paraşivka var, bütün hansına da getmişəm, hamısında ancaq həmin o paraşivka deyil, başqası yoxdur. Həmin o GMC-ni demişəm, mən də Rusiyaya zəng elədim, danışdım. Onlar dedilər ki, biz onu eləyirik 700 dollara, yazırıq. Ancaq mən əgər bir maşın eləyəcəmsə, mənim yol pulumu da ödəyin, gedib gəlməyimi də ödəyin, 700. Biznes klassla uçacağım. Ona da hər halda servisin razılığı lazımdır. Çünki mən qarantiyadadır, zəmanəti poza bilmərəm. Yəni. Bu mənfisidir. Amma bunlarda məsələn yaxşı tərəfi odur ki, o digərləri kimi, smartfon kimi sizdən update istəmir, mən biləm, yeniləmə istəmir. Niyə yaxşı şeydir axı? Onu mən hələ əsas mənim sizinlə razılaşmadığım səbəblərdən biri odur ki, update istəmir. Niyə istəyirsən? Qoy istəsin update. Update pisdir be ya. Mən istəmirəm mənim maşınıma kimsə nəzarət etsin. Bax, görürsünüz, deyirsiniz kimsə nə. Birincisi, o kimsə nəzarət. Mən içində oturan o adam ki, mənimlə maraqlanır və yaxud nəyə nəzarət edir. Onun indiki zamanda tək Çin maşınlarında bu deyil. BMW-də də var, Mercedes-də də var. Bütün yeni modellər yoxdur, Alman, Yapon modellərində. Hamısında master account var. Elektriklərdə. Yox, elektrik onun dəxli yoxdur. Adi daxili yanmada yox. Yox, niyə? Məsəl üçün, yox, hamısında var, hamısında var. Account var. Sən girir, bəzi funksiyalar var. Mesela BMW-nin özündə master account var idi. Keçən il iyundan yığışdırdılar onu. Bizə daha vermirlər. Niyə yığışdırdılar? Bilmirəm, mən öyrəndim, maraqlandım, bilinmir nəyə görə yığışdırdılar. Yəqin mənə kimi almanlar. Mən elə gəlir nəsə Rusiya ilə əlaqədardır, bəlkə də nəsə. Yox, məncə elə almanlar da mənə kimi deyiblər ki, bu nədir belə, siz bizi izləyirsiniz. Yox, İmin Azərbaycanda bizdə yığışdırdılar və şeydə işləyir, nədir, Almaniyada işləyir, başqa ölkələrdə. İnteqrasiya edə bilməyiblər, o da ola bilər. Bilməm, nəticə yığışdırdılar. Master account da necədir? Orada məsəl üçün tutaq bəzi funksiya, maşını uzaqdan xodlamaq üçün master account gibi. Düzdür, bəzilərində var. Birbaşa 3 dəfə şeyi bassan xodlanır xaricdən və bir çox funksiyalar var, hansılar ki, master account çox yaxşı şeydir. Sən telefondan maşının hər bir şeyini idarə edə bilir. Yəni tək bu Çinlərdə dörsüz, niyə bunu Çinə qoşursunuz ancaq? Yox, mən ümumiyyətlə, yəni update olan şeyləri, yəni bu xüsusi mən telefonda belə onu eləmirəm. Çünki bilirsiniz niyə? Salih müəllim, o mənim fikrimi soruşmur. Məsələn, mən iPhone-u axırıncı update elədim. Baxdım ki, şəkillərin yeri dəyişdi. Nə bilim, orada o bütün menyu dəyişdi də. İndi sual verirəm ki, sən məndən soruşdun ki, mən bunu istəyirəm. İndi mən öyrəşməliyəm. Axı bu soruşmamış eləməz ömründə update. Yox, axı mən o update-i mənə deyir ki, update elə. Eləməsən falan şey işləməyəcəm məsələn. Mən də məcbur eləyirəm. Sonra baxıram görürəm ki, mən təzədən oturub bir həftə məşğul olmadım ki, bu telefonun təzə menyusunu əzbərləyim, buna hardan girim falan. Yəni siz yaxşısınız. Mənim başıma Samsung televizoru update gəldi. Elədim, indi kanalları göstərmir. Görürsünüzmü? Yəni indi müraciət eləmə yeni update-i gözləyirəm. Amma bilirsiniz necə bir çox funksiyalarını düzəltmək üçün update eləyiblər. Yəni gecikdirdi neydi? Onları eləyiblər. Mən öyrəşmişəm bu menyuya. Sən bunu niyə məndən alırsan? Onları yox, amma istənilən halda sizdən soruşur da onu da. Yox, məndən soruşur ki, update istəyirsənmi? Amma mənə demir ki, misal üçün bunlar dəyişəcək ha. Sən barmağımı basmasan o ömründə update eləməz. Yox, bəli, onu düz deyirsiniz. Amma burada bir şey var da, yəni bir mədəni təzyiq var mənim üzərimdə. Güya kim icazəni məndən alır, amma deyir ki, yaxşı eləməyə bilərsən, amma eləməsən bu şeylə işləməyəcək. Qorxudur səni də o fala baxanlar kimi. Hə, yəni məni məcbur edir. Mən də deyirəm ki, bu maşını almışam, bu mənimdir. Mən istəmirəm bunu. Eləməyin. Qutardı. Eləməyəndə də İnterneti söndürün vəbşi. Sabah deyəcək filan şey işləmirsən. Sizin indi öz maşınınız hansından deyil? Jeep Wrangler. Jeep Wrangler. Heç nə yox. İnterneti yoxdur. Amma bu da sürün internetsiz də. Onda da ondan faydalana bilmirəm. Ondan heç olmasa, mən də ondan faydalanmıram. Yox, faydalanmalı bir şey. Məsələn, o dəfə baxıram sizin verilişinizə. Çanqan idi deyəsən, açmışsınız kapotun, qırışqı var belə bağlı. Onu soruşacaqdım, siz onu özü çıxartmışsınız. Yox, yoxdur bunda.
Söhbət ondadır ki, bu adamlar onu qoyublar ora. Məcbur eləməyiblər ki, onu orada saxlayasın. Məsələn, biri Sibirdə sürür, geri bağlasın onu, ona normaldır. Ona düzdür. normaldır, bəli. Məsələn üçün BMW-də vəbşə avtomatikdir qabağında. Nə qədər soyuqdur, bağlı qalır, rişotka. Bəli. Sürürsən qızanda, görürsən qızır motor, açır qabağını. Bəli. düzdür. Burada da həmçinin Bakı istəyirdi, götür çıxardı onu qoy evə. Onu mən demədim axı. Bax həmin eyni məsələdir. Mən getdim maşın servis apardım. Deyəsən o adına küyə düşən maşın idi. Yox, mən özüm üçün mən əlövsətdə onu göstərdim. Amma o nəyə göstərdim? Çünki bizim Cil Atlas Pro-da getdim servisə. Orada usta mənə dedi ki, bunun üstünü götürdü, çıxartdı, apardı, atdı bagaja. Dedi ki, bunu açıq sür. Dedim, bəs onda bunu niyə qoymusunuz bura? Niyə qoyublar daha doğrusu? Dedi, qoyublar, amma bu bunu tam deyir ki, bağlı saxlayır və içəridə bu naqillər falan, bu istidə bunlara ziyandır. Çünki bizdə istidir də klimat. Məsələn, Rusiya üçün bəlkə o onda belə ver, əzizim, sən bunu mənə belə satırsan, sonra onu yığışdırırsan. Şunu çıxarmaq çətin şeydir. Yəni, bir söz necədir? O dəfə bir dənə abzora baxıram. Orada deyir ki, bu belə, bu nə deyə 80 dənə şey qoyublar, mən bunu işlədə bilmirəm, bu xoşum gəlmir bunlarda. Kişi, xoşun gəlmir, bağlı, işlətmə. Sən məcbur eləyən elədirsə yaxşıdır, amma əgər o mənə desə ki... baxın, hər şey var, nə istəyən söndür, nə istəyən yox. Mən burada məsələn çox şeyi söndürmüşəm, bunu necə söndürürüm? Bunu da belə söndürürsün. Bəli. Yəni məsələ nədədir? Bəli, ondan razıyam. Amma telefonu bir dənə söndürüm ki. Amma madam ki mən bunu işlədəcəm, sən bunu mənə bir versiyada ver. Bəli, mən özüm istəsəm sonra ki mən falan funksiyanı, yoxsa sən məni məcbur edirsən. Yox, məcbur heç kim eləyir. Məsələn, telefon nə edir? Səni 2 il, 3 ildən sonra başlayır batareyanı öldürməyə, düzdürmü? Deyir ki, update elə və kameranın keyfiyyətini başlayır öldürməyə. Bu ədalətli deyil axı. Mən bunu belə almışam. Qoy heç olmasa bu keyfiyyətdə qalsın. İstəyərəm 5 il sonra daha yaxşısını alaram. Bu mənimkinin keyfiyyətini öldürür. Deyir ki, hə, indi istəyirsən get iPhone 18-i al, yoxsa sənin 15-in onun kimi çəkməyir. Marketing. Yaxşı bir yenilik deyib. iPhone 2-3 gün qabaq yeni sistemin təqdimatını edib və sizin dediyinizin əksinə bu dəfə deyir ki, mən köhnə telefonları minimum bir 25-30% sürətləndirirəm. Nəyin hesabına sürətləndi? Update-in? Yeni bir texnologiya tapıblar. Yalan deyir, bu tələsdir. O dedi, sən də inandın. Gördün? Çiplər arasında yeni bir nəsə texnologiya tapıblar ki, məlumat axını sürətli olsun. Mən update eləməyəcəm Kənan. İstəyirsən mənə nə deyirsən, nə eləməyəcəm. Mən ümumiyyətlə iPhone-a yaxın durmuram, xoşum gəlmir. Hə, yəni bax, mən o baxımdan deyirəm ki, avtomobil bizim üçün, yəni bu sizin əmlakınızdır da. Yəni bu telefon biraz kiçik bir şeydir. Onu biraz hardasa güzəştə gedirsən ki, yaxşı, amma maşın almışam, sonra da mənə deyirsən ki, yox, sən bunu eləməsən. Raqib müəllim, nə qədər istəyirsiniz deyin, mən inanmıram sizə, qəbul eləmirəm sizin bu sözünüzü. Yenə də ixtiyar sizin əlinizdə. Mənim yəni avtomobildən gözləntim. Onlar nəyə görə onu şey eləyirlər, update-lər eləyirlər. Onlar maraqlanırlar, hansı əgər əskiyi var, nəyi var, onu düzəltmək istəyirlər də. Kim öz avtomobilin satın istəyir ki, keyfiyyətli olmasın. Axı sizdə abunəyə 30 durur. Hə? Sonra 30 durur, mən abunə sistemindən. 30 durur, məndə heç akkauntu girə bilmirəm. Yaxşı ki, siz girə bilmirsiniz. Həmin on ki, girsəniz... Çox pis ki, girə bilmirəm. Mən açıq deyim, mən çox böyük bir mənfi cəhət sayıram. Nəyi məsələn istəyərdiniz ki, o akkaunta girsəniz, nədir? Akkaunta girsəydi, birincisi bütün funksiyalarımı işləyərdi. Səs falan. Və ümumiyyətlə, ikincisi, yeniliklərdən xəbər olardı, nəsə var, nə edib, müəyyən bir, tutaq ki, məndə bir problem yox, mən onu zapros göndərib soruşa bilərdim, nə üçündür bu? Bu problem nə üçün yaranır? İndi onu servis edir də sizin yerinizə yəqin ki. Olmaz servisdə, nə edəcək? Servisdə, məsəl üçün, mənim bir dostum var, gedib özünə Leon dəniz şiri var, bu BYD-nin. Siyal Leon. BYD Siyal Leon. Şeydir, hündür maşındır, crossoverdir. Alıb onu, biz təzəli almışdıq, oturduq, gedirdik. Qazı basırsan şey eləyəndə, mühərrik qoşulanda belə şey var idi, vibrasiya var idi. Daşı əlbi qoyurdum, burada hiss eləyir. Getdi servisə, onda da akkaunt hələlik yoxdur, deyiblər, mənim olacaq, neyəcək, deyirlər də indi. Getdi servisə, 14 dənə yeniləmə var idi. Elədi hamısının maşın oldu saat ilə. Görürsünüz, bax, məsəl üçün, o bəlkə heç o servisə gedə bilmir. Yəqin ki, ona görə əlavə ödəniş eləyir. Yox, maşın qarantiyadadır zaten. Bu da qarantiyadadır, 4 il qarantiyadadır. Amma bundan sonra yoxdur da o. Mən bunu qarantiyaya görə servisdən almamışam. Açıq deyim, mən bilirəm ki, bu 4 ilə tempo mənim sürməyimə 7 aya 5000 sürülübdür. 100.000 kilometr deyirlər də. İndi nə olacaq bunda? Yox, maşallah. Əsas sığorta da vursam nəsə olacaq, onu da eləyirəm. Kasko sığorta da eləyirəm, o biri sığortalarda. Sadəcə olaraq mən bunu ona görə almışam ki, əfəndilər rəsmidən alınmayan maşınlara qulluq göstərmir. Yəni mən bunu 52.900-ə alanda bazarda 48.000-ə var idi.
Eyni maşındır 48. Cili çox qıraqdan gəlmədi, amma hə, bəziləri var idi bu şəkildə. Hə, Şanqan çoxdur, o qrey bazar deyirlər də, yəni kənardan gələn, BYD çoxdur, amma burada hə, indi bu baxımdan razıyam sizdən və servislərində də pis deyil əslində. Mən əgər Çanqan alsaydım, BYD alsaydım, mən onu əldən alardım. Servisə pul verməzdim. Çünki onun hər bir təmiri var, hər şey var. Təzə maşın da sürürsən ki, 3 il, 4 il qarantiya verməklə nə olacaq? Onlar da az bilmirlər ki, qarantiya. Elə onsuz da onlar da detal olanı deyirlər gözlə 3 aya gələcək. Hə, onlar deyirlər ki, 92 ilə sür, biz qarantiya veririk 92. Ha, bu mənim maşındır axı, mən istəmirəm onu 90. Bu əslində mən baxmışam, bu əslində 95 plus. Bəli, bax elə məsələ oldu. İndi siz 92 ilə sürsəz nə olacaq, mən sizə deyim. 4 il işləyəcək, sonra zibili çıxacaq. Yox, siz 20 mində gedəndə deyəcəklər ki, şeyi dəyiş, antifrizi dəyiş, pompanı dəyiş. Siz də deyirsiniz ki, bəs niyə dəyişim də? Şamları dəyiş məsələn. Siz də deyirsiniz ki, niyə dəyişirəm? Bunun axı zəmanətdə deyir ki, 92 ilə sürsüz. Yox, antifrizin benzinə dəxli yoxdur. Antifrizi yox, pompaya görə, məsələn, mənə antifrizi dəyiş, dedim ki, dəyişmirəm. O C12 plusdur. 15 il ömrü var. Niyə o mənə dəyişdirsən? Deyir ki, pompaya zəmanət. Amma bunlar nə deyirlər də? Məsəl üçün istənilən, məsəl üçün BYD-dən də alanda maşın, harda maşın alırsan, onlar deyirlər ki, yəni 3000-dən sonra birinci dəfə gəl dəyişdir. Bəli, o Çindən gətirəndə belədir. Buradakılar artıq ona elə bir dəyişib verirlər. Biz ona görə 10 min verirlər. Yox, buna məsələn 8000 dedim. Mən daha ki, dedim necə bir ilk yağı. Bu onu göstərir ki, bunlar özləri orada şey var da, apqatka eləyirlər. Bəli, mühərrik üstünə qoyulmamışdan qabaq apqatka olunur. Pre-delivery servis belə bir şey var da, onu eləyib verirlər sizə. Ona görə 8000 deyirlər. Və bir çoxları da bir necədir. Bunların yağını dəyişəndə də çox adam görsən 0.20 yoxdursa görə 5.30 sökəyin olmaz. Bu hibriddir. Bu bir də görsən sürürsən soyuq birdən-birə qoşulur. Burada gərək soyuq qoşulur da. Soyuq start məsələsi var da burada. Ona görə burada 0.20 olmalıdır. Biz yerə gəlmişkən Bardal Elixiri elə ona görə həmişə deyirik ki, bu soyuq start üçün aşınmaya qarşı o mühərrik yağının əlavə olması yaxşıdır. Yox, mən o biri maşına mən hətta BMW-də həmişə oğlumun maşınında da X5-də də yox, şeydir. 5 C35 seri. Orada məsəl üçün mən həmişə dəyişirdim 0.20-də, o da hibriddir, plug-in hibrid. 0.20 dəyişirdim. Onlar bu dəfə gedəndə dəyişməyə, elə oğlumla bir yerdə idi. Dəyişməyə gedəndə qayıtdı dedi ki 5.30 var, BMW qrupda, həmişə BMW qrupda. 5.30 var. Deyirəm niyə 0? BMW vermir bizə 0.20-ni ora-bura. Yox, 5.30 sökəkdə. Nə fərq var? O da məndən BMW zat. Deyirəm ki, yox da düzgün deyil. Olar, vəbşə yazılır olar. Amma niyə axı 0.20 tapmasam niyə? Yoxdur. Axırı o olmasın getdim Lukumoli aldım. Onun da qiyməti elə onun kimi. Lukumoli aldım 0.20 döktük onu da işte. Amma məsələn bu biz keçən də dedik ki, o nazirliklərin maşınları var, o iri radiatorlu BMW-lərdə yeni. Onlar hamısı 0.20 tələb edir o 7-ci seriyalar. Hamısından Improtex 530 dökür ucdan tutma. Bir üçün öz maşınları dövür. Dövlətin malıdır da verir. Mən başı ümumiyyətlə bir süneyin tərəfdarıyam. Çox adam tez-tez yağ dəyişirlər. 5000-dən bir. Adam var 4000-dən bir yağ dəyişir. Mən onun tərəfdarı deyirəm. Mən keyfiyyətli yağ normal verin onlar. 9000 sür, 10000 sür, 8000 sür, amma keyfiyyətli yağ. Hə də alma 5 manat, al 7 manat, amma normal. Bəzi adamlar deyir ki, məsəl üçün şeydə BYD-də belə eləyirlər. Mühərrikin yağını mühərrikin işləmə kilometriyinə hesablayırlar. Yəni ümumi kilometrajda 10000 gedib, motor saat ayrıdır. Bir də ev saatı. Hə, bir də baxırlar ki, hə, o nə qədər gedir. Bəli. O əslində düzgün deyirsən, ümumiyyətlə mühərrik hibrid o demək deyil ki, 3000, 4000 getdi. Bu az sürülüb də mühərrik. Amma bunun start stopu var. Bu özü yağa ziyan edir. Elə odur da yağın əsası. Sən gərək ümumi sürüşü götürəsən. Bəli. Elə o yağın rejimi əsas odur. Yəni yağ orada lazımdır. Cilidə heç ona baxmırlar, orada cildə. Amma cildə bir dənə də məsələ var. Siz fikir verirsiniz, Prius'dadır, bütün şeylərdə, evlərdə, bu hibrid şeylərdə, maşınlarda nə göstərir? Burada bir dənə nəsə çıxır orada göstərir ki, hansına keçdi, hansına keçmədi. Cili bunu eləmir. Cili deyir ki, o təhlükəsizlik qaydalarına uyğundur. Səni də çaşdırmır. Mən sən dinləyib olazım şurada hansında. Ən düzü. Ya bu şeyləri yaxşıdır. Yəni cild oradan da biraz daha ağıllı. Təsəvvür eləyin ki, bunlar avtomobili satanda görünə verirlər. Jilet? Jilet verirlər. Sonra bu təhlükəsizlik üçün burada əlin düşdü kameranın qabağına. Burada kamera da var, əgər yorğunluq zat. Kameranın qabağına beynini xərab eləyir, neyini. Məsəl üçün qoyursan adaptiv cruise kontrola.
əlvi çəkə bilmirsən. Bu qoy çəkim də. Gör bu. Amma zolaq var da, zolağı tutur. Hamısını tutur. Onlar Biraz əlli. sonra başlayır siqnallamağa. Əgər əlinizi çəksəz. Yox, əgər əlimi çəkmişəmsə o zolağı tutur, gedir siqnallayır, amma yolun qırağına çəkməyi bilməm, çəkmir deyəsən. Amma gedir axırda dayanır, şeylər yanır, avtomobil. Deyirlər çəkir güya, hə, bilmirəm də o onu risk eləmək lazımdır da. Hə, hərəkət intensivliyinə görə. Hə. Amma belə baxanda həqiqətən bu gün müasir maşında nə varsa təhlükəsizlik baxımından bunda var. Dizaynda. Volvo bu SMI yoxdur, hardadır? Bir fikir verirsiniz burada yazır. Burada idi. Hə, SMI-dir, SMI texnologiyasında. Burada safety qaydaları lap yüksək səviyyədədir. Hə, o baxımdan razıyam. Yəni gözəl seçim eləmisiniz, xeyirli olsun. Amma həm yaxşı oldu ki, biz sizin bu razılaşmadığınız şeyləri eşitdik. Amma bu mənim fikrimi dəyişmədi. Bir dənə də mənfi cəhəti var, deyim sizə. Lak örtüyü mənim xoşuma gəlmir. Lak örtüyü. Məsəl üçün bizdə həyətdə oğlum maşını dayanıb, Alman maşınında. Pişik həmişə qışda saxlayanda isti yerə cumur, kapotun üstündə oturur. Və həmişə oturur, gəzir, neyini, bir də ayaq izləri qalır, silirsən, çıxır gedir. Bunu mən təzə alıb getirib qoymuşdum. Gördüm pişiyin dırnaq izləri var. Bildiniz necə? Bəli. Ondan sonra getdim PPF vurdum da. Kapota PPF vurdum. İndi onlarda yəqin biraz kəsməlidirlər də. Çünki bax görürsünüzmü deyirlər ki, indi Çin subsidiya falan, amma yenə də bu birəbir məsəl Alman həm də ona görə bahadır da. Alman ondan güzəşə getmir. Alman bir söz, mən həmişə sizə bir söz, biz Çindən minnətdar olmalıyıq. Nəyə görə? Əgər Çin belənçiyinə eləməsəydi, bu maşınlardır, texnologiyadır, televizordur, telefondur, bunları eləməsəydi, bu Avropalılar bizim başımıza oyun açardılar. Təsəvvür edirsiniz, avtomobilin qiyməti nə olardı, telefonun qiyməti nə olardı. İstənilən şey, nə o texnologiyalar var, hamısının qiymətini onları məcbur edə aşağı çəkir. Bir də ki, bir söz deyim, o avtomobil bazarı var idi, Yapon maşınlarıdır, Koreya maşınları. Bunları tərpətdi. Bunlar bir söz belə rahat oturmuşdular. Maşında bir yenilik eləmirdi. Bir söz deyib, elementar bugün götürək. Prada, Yapon maşını. Mən bu maşını ona dəyişmərəm. Nəyə görə? Prada içində də yenilik eləmir. 105 minədir. Baxdım mən. O yenilənmiş versiyası. 105 minədir. Bəli. 2.7 mühərrik, 50 il bundan qabaqki mühərrik, 163 at gücü. Salona da baxırsan, elə 15 il bundan qabaqki tip bir elə bir dəyişiklik salondur. Mən niyə görə ona 105 min? Onun nəyi bundan üstündür mənə düşür? Mən gedim onu alım da. Onun bir dənə üstünlüyü odur ki, belə deyək, o dilləri Yapon keyfiyyəti, dözümlülüdür, uzun ömürlüdür. O da ona görə ki, heç də yoxdur. Dözümlü olacaq da, nə var ki onda bir şey yoxdur. İndi burada Kitay maşınları da mən Beyalarda qeyd elədim, ayrılıqda söhbət eləyəndə. Biz deyəndə Çin maşını, ümumi Çin maşını anlayışı düzgündür. Razıyam. Alman maşını anlayışı düzgündür, Yapon maşını anlayışı düzgündür. Yəni bunlarda fərqlər var, şirkətlər var, fərqlər var. Hansının yaxşı, hansının pis olma. Çinin də kötü maşınları da var, tüklər demişkən. Yaxşı, iyi maşınları da var. Yəni büdcənə görə sənə hər şey verə bilir. Əsas olan budur. Yəni istəyirsən 20 min al, istəyirsən 50 min al. Yəni amma məsələn bu gün bəlkə də indi şərhlərdə yazacaqlar ki, məsələn Talih müəllim siz buna 52 min, 53 min vermisiniz. Bu gün 40 minə elə aşağı yuxarı bunun kimi o biz çəkdiyimiz depalılar oldu, avatarlar var. Elə 207 deyəcəklər ki, elə onu 40 mindən alaram. Fərqin deyil. Buyurun. Bax görürsüz bizimsə alıcı ümumiyyətlə maşını alır, plug-in gibriddir. Vəsə, heç bilmir ki, orada hansı gibriddir. Gibridlər özü fərqlidir. Gibrid var, paralel gibrid, bir də var ardıcıl gibrid. Bunlar gedir paralel ardıcıl gibrid. Düzdür? Ardıcıl gibrid nədir? Lisyan yoxdur, depallardır. Hamısı ardıcıl gibrid. Mən vəbşə onlara yaxın getmərəm. Bu əlbəttə bu deyir divizokdur. Razısınız ondan? Divizok deyil, mən bilmərəm. Nədir orada? Orada nə baş verir? Orada onun deməli daxili yanma mühərriki ancaq generator rolü oynayır. Və təkəri yalnız şey var. Paşa elektrik avtomobildir. Və nə baş verir? Mən 400 kilometrlik yol gedirəm. 150-200 kilometr gedəndən sonra mənim batareyam qutardı. Keçir ağıllı rejimə. İntelligent rejim deyil, intelligent. Keçir ağıllı rejimə, artıq məhdudlaşdırır. Mən mühərrikin gücünü də, sürətini də, mən qaza basıram, getmir maşın. Bizimki çoxsu başa düşmür, alıb elə bilmir nədir. Sürür, görür, getmir, deyir bu xarabdır. Amma əslində bu normal şeydir də. Sən əvvəlin başlamısan, sürmüsən yüksək nədir, charjı salmısan aşağı. İndi ona görə məsəl üçün mənim qızımda Note var, Nissan Note-da. Nissan Note-da plug-in deyil. Ancaq şeydir, hibriddir, ardıcıl hibriddir. Periklitka deyil də onlar. Çünki onların periklitka'dır. Ardıcıl hibriddir. Bildiniz necə? Bəli.
Onu da şəhər için ləzzət eləyir. Bu ekonomik üçün olar da onlar hamısı. Hə, onlar şəhər avtomobili. Şəhər için ləzzət eləyir. İndi çıx trasa get biraz, incitəcək səni, ürəyin istəyən şey verməyəcək. Yox, bu o baxımdan əladır. Şəhər üçün də yaxşıdır. Rahatlığı da həqiqətən yerindədir və demək olar da hər şeydə var. O baxımdan Bir də söz deyəcəm, açıq deyim, mən bu maşından çox razıyam. Mən gözləntimi üstələdi, açıq deyəcəm sizə. Və belə gözləmirdim ki, bu maşın bu dərəcədə belə rahat, qəşəng, çox həm yol tutmağıdır. Siz sürərsiniz, baxarsınız. Həm yol tutmağıdır, həm deyirlər, qazın o sənə cavab verməyi var ya, hə, qazın reaksiyası. Yəni sən komandamı dərhal icra edirsən. Komandamı götürməyidir, sonra rulun həssaslığıdır. Yəni o var, hər tərəfli, həm oturursan, yorulmursan, gedirsən. Sərfiyyat necədir? Sərfiyyat göstərim sizə. Bu indi mən bu günləri put 1-dir. Bu səhərdən oturduğumda 40,6 kilometr sürmüşəm. 5,3 sərfiyyatdır. Amma son hələ biraz çox olub da, axır vaxtlar kondisionerlə sürürəm də. İndi ən ağır rejimdir də avtomobil üçün. Burada məsələn görürsüz 400 zapravka eləyəndən sonra, yanıca doldurandan sonra mən həmişə qeyd eləyirəm də. 433 kilometr sürmüşəm, 5,5-dir. Bu da sus təkərlərdir bu heç. Son 100 kilometri də göstərir, o da 5,5-dir. Stabil sürürəm, görürsüz. Allah. Hə. Amma heç vaxt buna inanmayın ki, bu dəqiq göstərmir. O təbii sizin sürüşünüzə görə dəyişəcək də. Yox, bu ümumiyyətlə az göstərir biraz. İstənilən avtomobildə kompüterin göstəricisi azdır. Hətta azdır düşün. Mən nə edirəm? Mən cavanlıqdan xəsiyyətdir məndə. Həmişə baka axıra kimi doldururam. 100-dən sonra gedirsiniz. Sonra yox, 100-dən sonra yox. Qutardı ya axıra kimi. Bir də axırda hesablayırsınız. Qeyd eləyirəm. Axırda həmişə hesablayıram. Nəyə görə? Seçimciliyimlə hesablamıram. Sadəcə olaraq əgər avtomobil başlayıbsa çox yanacaq sərf eləməyə, deməli problemi var. O məndə xəsiyyət kimi qalıb. Belə yoxlayırsan 5,3 yazılıbsa 6-dır. Yəni dəqiq. Bilməm bəlkə zapravkada alladırlar, nə deyim, amma fərq edir. Yox da onu avtomatlaşmış zapravkalar elə bilmirlər artıq. Hə, amma yenə də indi həm də hibrid daxil nəzərə almaq lazımdır. Bu şəhər rejimində demək olar ki, batareyanın hesabına gedir. Mən bir şey deyim, o gün Lənkərana getdim, eyni şey işlədim, şəhərdə də trasdadır. Trasda əksinə bunlar çox işlədəcəkdir. Çünki çox işlətmədi, eyni işlətdi. Bir gün nə qədər işlətdi. Yəni real belə 5,7 göstərdi. Real mən ümumda gələndən sonra yoxladım 6,5. Taxometr ortalama neçə olur? Məsələn 2-ni keçibsə artacaq. Taxometr var ki. Şeylə olmalı da o dalğa ilə də olsa. Yox deyə bunlarda çox şey informasiya vermirlər. Çünki nəyə görə? Məsələn biz bəzən deyirik ki, rayona getdim, çox yandırdı. İndi Lənkəran yolu 110-dur da. Siz də orada bir 120 ətrafında sürmüsünüz. 150 də sürmüşdüm orada. 140. Onu artıq biz normativ deyə bilmərik axı. O artıq biz avtomobili aqressiv sürmüşük. Amma siz məsələn Gəncəyə gedin, 90-a 90-la gedin, onda görəcəksiniz ki, əla yandırır. Hə, elə olur, düzdür. Hə, onun təəssüf. İndi məsələn bu Quba yolu pulludur da, çıxdın ora, 130 elə odur, elə siz deyən kimi 140 rahat sürəcəklərdə hələ qanunla. Hə, biz necə sürürük, görürük ki, radar yoxdur, biraz bərkidirik, sonra azaldırıq. İndi orada ağıllı radar var. Qalan isə bir də ki, yaxşı xüsusiyyəti var, bunlar şeydir. Ehtiyat təkəri var. Var? Var, hə. O kiçiklərdən deyil, tam full təkərdir. Yox, kiçik təkərdir. Hə, o ancaq məcburi vəziyyətdə. Ehtiyat təkəri var, o yaxşıdır. Bir də nəyə görə ehtiyat təkərin yaxşı olması? Mən bilmirəm, o bir avtomobillərdə ehtiyat təkəri onlar ramflet qoyurlar. Yox, ramflet üzərinə qoyurlar. Ramflet başqa ehtiyat təkər qoyurlar. Ramflet də taxta kimi bir şeydir də. Məsələn, BMW qoydu, sonra gördü ki, tələbat yoxdur. BMW mən qoymuşdu ramflet çıxartdım. Alan yeri dəyişdirir onu. Amma onun üçün də gərək əlavə alarsan da, damkrat alasan, o bir alasan. Hə, yox, ramflet özəlliyi ondadır ki, orada ehtiyat təkər bilirəm də damkratı dəyişdirmək üçün. Hə, təbii. Onları gərək alasan da. Təzədən yolda qalmayacaq, almışam mən hamısını. Ya da o köpüyü var da. Hə, köpüyü. O vaxt heç burada köpüyü yox idi. Mən xaricilər var bizdə işləyir. Mən onlara pul verdim, gətirirdilər, qoyurdum. Hə, yaxşısı odur köpüyü var. Çünki biz avtomobili yüngülləşdirmək üçün ondan belə hazırda kəsməyə hazırdılar da. Yəni razıdırlar ki, təkər olmasın, yarımçıq təkər olsun. O hətta onun içindədir o. Çəkini yüngülləşdirməyin içindədir. Düz deyirsiniz, amma bir sözdə sizə deyim, siz bəsdir bu kitay maşınlarını tənqid edirsiniz. Bilirsiniz necədir? Biz qəbul eləmirik ki, Çin inkişaf eləyir. Çin avtomobil. Siz 5 il, 6 il bundan qabaq yenə indikində fərq hiss eləyirik. Yox, mən deyirəm, mən demirəm. Əksinə mən də sizin kimi minnətdaram Çinə, amma öz bazarını öldürməsin də. İmkan versin ki, onu alan adam zövq alsın o maşından. Bilirsiniz nədir səbəb? Səbəb ondadır ki, Çin Azərbaycan bazarı onlar üçün o qədər maraqlıdır. Ola bilər bir vadi üçün maraqlıdır, artıq çoxsa. Bəli. Amma Çili üçün Azərbaycan bazarı o qədər maraqlıdır. Ona görə də o qədər də belə diqqət yetirmir Azərbaycan bazarına. Elə. Çünki o məsəl üçün Rusiyada 80 min 100 min arası artıq satılıb maşınlar.
İlin maşını olub 2023-cü ildə. Ha 23-də çox. Ha, onlar da məsəl üçün tələb qoyurlar, bu şikayət eləyən kimi tez dəyişdirir. Bazar böyüdü axı. Bazar böyük. O vaxtda biz Volkswagen-lə işləyəndə eyni məsələ idi. Volkswagen Bakı mərkəzi o Almaniya tabe idi. Bizdəki. Biz onlarla radioda işləyirdik. Və mən onlara deyəndə ki, bəs Volkswagen niyə bu problemlərə reaksiya vermir falan. Bunlar deyir ki, hətta mənim yadıma gəlir, o servisin nümayəndəsi bir yaxşı misal çəkir. Deyir ki, qarışqa fili tərpətmək üçün nə edə bilər də? Yəni biz onlar üçün tutaq ki, Volkswagen Bakı mərkəzi lap 500 dənə maşın satsın, onun üçün heç nədir. Amma elə ki Rusiya başladı ki, Volkswagen-də falan problem, dərhal müdaxilə, çünki böyük bazardır, itirəcəklər onu, ona görə elədilər. O da deyir ki, sən nə qədər danış və deyir ki, heç ümumiyyətlə satmıram sənə. Mənə sənin bazarın maraqlı deyil. Yəni kiçiksən də. Problem ondadır. Bir də qaldı hissələrinə, bunun əsas çox hissəsi Lynk & Co-dur. Lynk & Co ilə bunlar ümumiyyətlə elə rəqiblər. Elə ehtiyat hissələri də o Lynk & Co-dur. Şeydə də çoxdur. Elə Volvo-nun özündə Lynk & Co ehtiyat hissələri çoxdur. Rəqib deyil, Lynk & Co ilə bir bizdə rəqibdirlər də. Yəni ayrı-ayrı nümayəndəlikdir. Bu deyir ki, bu da Geely-ində, amma bu daha yəni bu daha ucuzdur. Lynk & Co Avropada özü hörmətli maşındır. Avropada hörmətlidir. Bəli. Geely də Avropaya müəyyən qədər girməyə bacarıb, amma bizim problemimiz odur ki, bizə o elə maşınlar gəlir ki, Çinin özünün xəbəri yoxdur belə maşınlardan. Elə modellər gəlir. Və onu siz demişkən ona görə Çin maşınları yox. Mənə məsələn bir üçlü desəniz, bəli, mən Geely-ni ora daxil edərəm. Deyirəm ki, hə, Geely Çin maşınlarının içində üçlüyü var. Yəni qəbul edirəm də. Mən məsəl üçün bu segmentdə olan maşınların içində mən deyərdim Geely Manjaro elə birincidir. Bu segmentdə. Hə. Bunlar orta. Mən bunu məsələn Zeekr-lə, şeylə adı nədir, Lynk & Co-dur və yaxud o birlərlə müqayisə eləmə. Onlar artıq var. Bu segment yəni orta segmentdir də. Orta segment üçün bundan yaxşı hansı var ki məsələn? Ha yox, qiymətinə görə də yaxşıdır. Qiymətinə görə. Hərçəyin yenə deyirəm, yazacaqlar ki, ondan sonra 40 minə alaram full, nə bilim, tutaq ki 205 falan, onu yazacaqlar sözsüz. Yox, yazmalıdırlar da, düz deyirlər. Bəli. Nəyi düz deyirlər? Amma siz də bunu bilib almısınız da, yəni siz də onun fərqindəsiniz. Yox, açıq deyək də, mən bu indi tutaq, mən alanda 52.009 idi, indi 55.900, 56.000 hara, Bəli. 39.000, 40.000 hara. İnsan 17.000, Bəli. artıq qiymət, keyfiyyət məsələsində o üstələyir mi da, düz demirəm. Və aşağı yuxarı baxır ki, elə bunda olan hər şey onda da var. Bəlkə də artığı var. Hə, bəlkə də artıq var. Ona görə də fikirləşir ki, niyə? Amma siz məsələn bunu bilə-bilə bunu almısınız yenə də. Yəni ondan da qorxmaq lazım deyil. Bəzən belə şey deyəndə məsəl üçün də o Geely qorxur ki, bizim anti-reklamımız gedir. Deyirsən ki, niyə elə qəbul edirsən? Talib müəllim bunun müştərisidir. O onsuz da gəlib o 205 almayacaq. Niyə sən narahat olursan? Əsasən bir üçün necədir o 207-ni. 207-ni yenə də alırlar bir üçün. Bunun qiyməti niyə qalxdı, düşmədi? Az da ona görə. Azdır. Bəli. Onu minlərlə gətirdilər, tökdülər ora var, və bazarı nəzərə Demping almadılar. başladı. Bazarı nəzərə almadılar. Burada tələb təklif məsələsi var. Özdə avtomobil necədir gətiriblər onu 25-ci ilin sonunda. Sonra 1000 dənə avtomobil gətiribdi. Bu qaldı 27-ci ilə 2 ilin maşını. Bu 2 il bunun batareyası işləməyib. Artıq onu almaq düzgündür. Ay sağ ol. İndi o elə də olacaq hələ. Qalıb da baxın nə qədər qalıb hələ yəni. Məcburdular ucuz satmağa. Deməli gəlib sat o Destroy şeydən gətirsən, kiçindən gətirsən baha olar, sən burdan alsan. Hə də demək. Bəlkə burdan götürüb aparaq Çində sataq. Birazdan nə olacaq? Biz verəcəyik ora. Çox danışdım biraz deyəsən vaxtınız. Yox, çox xoş oldu. Xeyirli olsun bir daha. Yəni mənim üçün də çox maraqlı oldu. Üstəlik yenə də deyirəm, yəni hər sürücü texniki bilmir. Mən fərqi yoxdur. Mən yenə də öyrənməyə çalışıram. Bilməyən də niyə görə alır, bilən də niyə alır. Amma sizdən bunları eşitmək həqiqətən belə məxsusən mənə çox xoş oldu. Bir söz deyim, sizin bir dəfə mən bir dənə baxdım, hansı maşındır? Unizet. Bəli. Unizet-də oradan savadlı oğlan idi. Hə, bizim Rəşad danışmışdır. Amma bir şey xoşuma gəlmədi. O deyir ki, biz deyir, maşın sürəndə, bunu gəyə belə sürəsən, burada deyir, bunu belə eləsən, deyir, bu maşın deyir, xarab olar. Xarab olur, ona görə ki, bunu belə... Mən bu maşını sürməyə görə almışam, mən maşın mənə sürmür. Elə onu da yazdım. Şəhərlər çox oydu ki, mən bunu niyə almışam onu? Bunu belə elə, haraysa maşını da sür də bunu da, mən sürməyə çalışıram. Yəni, çox savadlı oğlan idi, amma belə olmur axı, mən əsil musunu onu eləməyim, bunu eləməyim, bunu eləməyim. O da nə oldu axı? Belə sürücülər də var da, əsil maşınında. Mən də onun tərəfindəyim ki, almışam, mən istəyirəm ki, rahat sürüm, hər şey tapılsın, mənə incitməsin. Nəzərə al da bu maşına hərdən pul xərcləmək lazımdır da, sən maşın sürürsən, sən nə istəyirsən? Yox, indi aşağı yuxarı, mən də onu xərcləyirəm onsuz da, amma maşın mənim olsun. Bilim ki, mənimdir. Sizinlə danışmaq çox xoş oldu. Mənə də çox xoş oldu. Açıq deyim, biraz
danışmamışdan qabaq deyirəm, o qədər belə adam əsəbləşdirir bəzi şeylər. Sonra danışanda gördüm, yox, elə deyil. Yo, mən həmişə deyirəm, şəhərlərdə də mən tərəfindəyəm, çox gözəl, əks arqument çox gözəldir, amma normal şəhərlərində. Bilirsən, biri orada başlayır belə, orada sən, elə mən axı sənə belə Argumentirovat eləmək lazımdır. Argumentləşdirmə. Mən də oxuyuram, vallahi indi bəzən çatdıraram, reaksiya verirəm, bəzən vermirəm, bəzən oxuyuram, deyirəm, düz deyir də. Mən də ondan hesablaşıram. Yəni, o demək deyir ki, mən elə deyirəm ki, güya belə baxanda mən kiməm ki də. Sadəcə olaraq biraz bu sahənin içində olduğumuza görə, biraz da mənim mövqeyim. Türklər necədirlər? Mən kiməm deyəndə ünlü dillər nədir? Yəni biraz da mənim bir insan kimi mövqeyim var da ki, məsələn, bəli, ola bilər ki, burada siz bunu qəbul eləmisiniz. Mən qəbul edirəm, mən update sevmirəm. Bu da mənim xarakterimdir. İndi bəlkə də vaxt gələcək deyəcəm, Talib mənim düzdür da, əla deyə bundan yaxşısı yox. Bizə necə hərdən biz neyxə. O maşın alverçilər var, 2 tane maşınlar sağlara alver getmir axı. Və bunlar elə bilirlər ki, Kitayın avtomobil iqtisadiyyatına bu belə danışmaqla ziyan vuracaq. Ay bala, o sənlik deyil. Sən nə qədər danış, xeyri yoxdur. Bizdə bir usta vardı, o qədər özündən razı idi ki, Kastrol kimi markaya qayıtmış ki, yağlavızı çıxardıram buradan, batarsınız Azərbaycan. Yəni, bəzən olur belə. Çox təvəzzükar imiş. Belə, çox sağ olun. Sağ olun, siz də çox sağ olun. Təşəkkürlər. Xoş günlərə sürəsiniz.